Azərbaycan xalqına bu xalq müdrik xalqdır, qəhrəman xalqdır, həm də cömert xalqdır və şair xalqdır deyə bəzəmişik üz gözümüzü. Zaman gücü tutur, yaxın gəl baxaq, doğru dürüst görək öz özümüzü. Bu xalq müdrik xalqdır, amma gücsüzdür. Gücsüz qocaların müdrikliyi isə təlxəkli sayılır, zor olan yerdə. Bizi təlxək kimi anlayır dünya. Bu xalq niyə gücsüz olubdu axı? Məyər qəhrəman da gücsüz olarmı? Bəs hanı bu xalqın qəhrəmanlığı? Bəli, qəhrəmandır bir vaxt oğullar. Bəs sonra nə oldu? Dünya da dəyişdi, insanları da. Könüllərdə nifrət, paxıllıq, tamah. Eyni güc yüklədi bizləri billah. Biri-birimizdən hey uzaqlaşdıq. Ayrılıb təkləndik, ya uzaqlaşdıq. Tək əldən səs çıxmaz, tək ələ döndük. Oxdan çıxıb gedən təkərə döndük. Yandıra bilməyib, qor olub söndük, bax buna görə. Bizi əfəl, vəhşi, yırtıcı kimi tanıyır, anlayır, danlayır dünya. Bu xalqın səxavət bəhrələrini yadelli sahiblər gəlmə yerirlər, doyunca yeyiblər. Sonra boğazdan yuxarı bolluca tərif deyiblər. Təriflər üzdür. Bəs nədəndir astar? Orada axmaq avam kəlmələri var. Amma canı qanı, dili, inamı bir olan köməkçi soydaşlarımız qovulub, boğulub xırıldayanda, əlində möhürü, hökmü, imkanı olan da laqiyə keçib yanından, ya da boğazından basıb biraz da. Doğmalara şillə, yadlara sığal. Bu da Azərinin tanıq nişanı, bunları bilib. Açıq ağzımızla, dişlərimizlə bərabər başdakı fikirləri də təsbih sayan kimi sanayır dünya. Bu xalq şair xalqdır, nə xoş deyimdir. Elə bir göyərçin qurultusudur, amma bu şairlik indi qoca və dişsiz bir köpəyin mırıltısıdır. Əyləndirir, amma təsir eləmir. Aciz qalan sözə, söz yiyəsinə baxıb istihza ilə qımışır dünya. Qımışır, həm də ki qınayır dünya. Satılıb alınaraq torpaqlar əldən gedir, təmkinli olaq. Acqurt kimi bir-birini millət dizir, cömert qalaq. Qəlbimizdə şeytanlığın olduğunu bildiyindən sarı iblis erməninin əli ilə bu həyatı cəhənnəmə döndərmədə. Nə qəribə mənzərədir, cəhənnəmdə qəhrəman xalq. Rəzalətin və dəhşətin üz gözünü söz əllik və çirşan ilə bəzəyərək ötürürük buradan ora, oradan bura. Bizlər axı şair xalqıq. Bəsdir bu yaşarlıq, hanı Dədə Qorqud gəlsin. Qaraya qara, ağa ağ desin. Bu xalq qəhrəmandır, səxavətli idi, həm də müdür idi və şair idi. Amma bicləşənə qədər bu dünya. O isə bicləşib çoxdan, lap çoxdan. Rusun, erməninin və bir də Farsın siyasi fahişə elədikləri bizim o natəmli rəhbərlərimiz ispit yoluxdurub bu xam millətə biri-birisinin canına salıb. İndi millət yaşamaq uğrunda mübarizədə aclıq, müharibə və içindən çürüməyə qarşı peyvəndsiz qalıb. Müəllif Danquşu.